Çox vaxt həyatda uğurlu olmaq üçün möcüzəyə ehtiyac yoxdur. Sadəcə hardan başlayacağını bilmək, ardıcıl qalmaq və uzun müddət bu yoldan dönməmək kifayətdir. Düzgün vərdişləri formalaşdırdıqda istər şəxsi, istər də peşəkar həyatda uğura doğru yol açılır. Məqsədlərə çatmaq daha real və daha mümkün görünməyə başlayır. Uğur nədir? Uğur hər kəs üçün eyni şey demək deyil. Kimisinin gözündə uğur puldur, kimisi üçün isə rahatlıq, başqası üçün sağlam bədən, bəzisi üçün isə ailə ilə xoşbəxt olmaqdır. Ona görə də uğur kənardan yox, içdən ölçülməlidir. Əgər həyatda uğur nədir deyə düşünürsənsə, ilk sual bu olmalıdır. Mənim üçün uğur nə deməkdir? Bu, valideynlərinin, dostlarının və cəmiyyətin sənə öyrətdiyi anlayışdan tam fərqli ola bilər. Amma unutma, düşüncənin olduğu yerdə motivasiya da olur. İnsan uğuru ona görə istəyir ki, özünü xoşbəxt və dəyərli hiss etsin. Ona görə də səni həqiqətən xoşbəxt edən şeyləri tanı. Sonra bu istiqamətdə vərdişlər formalaşdır. Çünki doğru vərdişlər səni məqsədlərinə daha tez aparır. Hansı sahədə uğur qazanmaq istəməyindən asılı olmayaraq, bu vərdişlər həyatının hər tərəfində təsir edəcək. Həmişə pozitiv düşüncə ilə yaşa. Hər bir hərəkət əvvəlcə bir düşüncə ilə başlayır. Düşüncələrin müsbət olduqda irəliləmək üçün daha çox güc tapırsan. Məqsədlərə doğru addım atmaq daha asan olur. Pozitiv düşüncə sadəcə motivasiya deyil, həyat tərzidir. Araşdırmalar da onu göstərir ki, optimist düşünən insanlar daha az stres yaşayır, daha sağlam olur və çətinliklərlə daha yaxşı mübarizə aparır. Hətta ürək problemləri riski belə daha aşağı olur. Çox vaxt edə bilmədiyini düşündüyün şeylərin əksəriyyəti öz beynində qoyduğun sərhədlərdir. Bu sərhədləri kənara qoyub bütün qəlbinlə bir məqsədə qərar verdiyin anda həyat dəyişməyə başlayır. Və o vaxt uğur artıq uzaq bir xəyal yox, çatılan bir yol olur.